Bismillahirrahmanirrahim. Allahumma salli ala Muhammed və ali Muhammed. Allahumma əccil vəliyyəkəl fərəc. Məkasib kitabında qeybət bölümündən 36-cı dərsi oxuyuruq. Keçən dərsimizdə qeyd olundu ki, iki yerdə məsləhət olsa ya olmasa fərqi yoxdur. Qeybət eləmək icazəlidir. O yerlərdən biri bu idi ki, bir şəxs mütəcahir bil fisq ola, aşkarda günah eləyə, bunun qeybətini eləmək olar. Buna dəlilimiz nədir? Buna deyir, neçə dənə müstəfiz rivayət gəlibdir. O rivayətlərin bir neçəsini bugün oxuyarıq. Mərhum şeyx buyurur, وَقَدْ وَرَدَ فِي الْأَخْبَارِ الْمُسْتَفِيزَةِ جَوَازُ غَيْبَةُ الْمُتَجَاهِرِ buyurur, əxbar-ı müstəfizə varid olub, icazəlidir ki, mütəcahir bi fisqin qeybətinin cavazın, yəni icazəli olmağına. Minha qovluhu aleyhissalam fi rivayəti Harun ibn-i Cühəm. O rivayətlərdən biri Həzrətin bu rəyidir, bu fikridir ki, Cühəm oğlunun Harunun rivayətində ki, Həzrət buyurub, İza cahərəl fasiq bi fisqihi fəla hurmətəllə və la qeybətə. Bir nəfər ki, fasik ki, öz fiskini aşikar elədi, onun nə hürməti var, nə qeybəti. Yəni, o şəxsin hürməti yoxdur və eyni zamanda onun qeybətini eləmək də icazəlidir. Bu bir rivayət ki, şəxsi ki, mütəzahir bi fisq oldu, onun qeybətini eləmək icazəlidir. Və qovluhu aleyhissalam və yenə də Həzrətin digər bir sözü, Mən əlqa cilbabəl həya fəla qeybətəlləh. Hər kəm öz həya yüyənini əldən verə, onun qeybətini eləmək icazəlidir. Həya yüyənini, yəni nə? Yəni, həya pərdəsini götürə. Yəni, aşikar günah eləyə. İnsan bir dəfə günah eləyir, gizlin eləyir. O həya pərdəsini yırtmır. Amma bir dəfə budur ki, aşikar günah eləyir. O həya pərdəsini əldən verir. Bu şəxsin qeybətin eləməyin eybi yoxdur. Bu iki rivayət. Üçüncüsü və rivayəti Əbul-Buxtari, Əbul-Buxtarinin rivayəti ki, nisbət verilir imama, Səlasətun leysə ləhu hurmə. Üç nəfər var ki, onların ehtiramı, hürməti yoxdur. Biri sahibu həva, mubtadiun, biri o şəxsdir ki, o öz həva və həvəsi ilə bidət qoya. Yəni, öz fikri ilə, öz nəfsinin istəkləri ilə şəriətdə, dində bidət qoya. Bu şəxsin hörməti yoxdur. Vəl-imamul cair, ikincisi, bir rəhbər ki, zülümkardır, zalimdir. Bunun da ehtiramı, hörməti yoxdur.
Vel fasikul mul'in bi fiskihi. Bir fasik ki, bir haram iş görən ki, üçüncüsü öz fiskini ələnən eləyir, aşikaran eləyir. Yəni mütəzahir və fiskidir. Bunun da hörməti yoxdur. Vaxtı ki, bunların ehtiramı, hörməti yoxdur, bunların qeybətini də eləməyin heç bir eybi yoxdur. Bu üçüncü rivayət. Dördüncüsü isə mərhum şeyx gətirir, amma məfhumla. Bu üç dənə rivayət məntuqən dəlalət elədi, mütəzahir bi fisqin hörməti yoxdur, qeybəti icazəlidir. Amma dördüncüsü Həzrətin rəyinin məfhumu, yəni məntuqu yox, məfhumu dəlalət eləyir. Və məfhumu quluhu aleyhisselam, Həzrətin rəyinin məfhumu budur. Mən amələn nas fələm yazlimuhum. Hər kəs insanlarla alver eləyə, muamələ eləyə, amma insanlara zülm eləməyə. Yəni onların haqlarını pozmaya, onlara yalan danışmaya, yəni şəxslərə zülm eləməyə. Və həddəsəhum fələm yəksibuhum. Və yaxud o şəxs insanlarla danışa, söhbət eləyə, amma insanlara yalan danışmaya, yəni yalancı olmaya, düz danışa. Üçüncüsü, və vəədəhum fələm yuxlifuhum. İnsanlara vədə verə və vədə xilaf olmaya, insanlara söz dedi, sözünə əməl eləyə, vədəsinə xilaf çıxmaya. Fəhuvə mimmən kəmulət muruvvətuh. Belə şəxslər, o şəxslərdəndir ki, bunların mürüvvəti kamildir. Yəni bir şəxs ki, insanlarla müamilə eləyə, zülm eləməyə, söhbət eləyə, yalan danışmaya, vədə verə, xilaf olmaya, bu şəxsin mürüvvəti kamildir və zəhərət ədalətuhu və bu şəxsin ədaləti zahirdir və vəcəbət uxuvvətu və vacibdir bu insanla qardaşlıq eləyəsən və hərumət qeybətu, bunun qeybəti də haramdır. Deməli, bu rivayətin məntuqudur. Amma bu rivayətin məfhumu budur ki, bir nəfər insanlarla müamilə eləyə, onlara zülm eləyə, onlarla söhbət eləyə, yalan danışa və yaxud onlara vədə verə, xilaf ola, onda bu şəxsin mürüvvəti kamil olmayıb, bunun ədaləti yoxdur, bununla qardaşlıq eləmək olmaz, bunun qeybətini eləmək də haram deyil, bunun qeybətini eləmək də halaldır. Bəs bu rivayətin məfhumu dəlalət elədi, bəli, bir nəfər ki, mütəzahir bir fisq ola, onun qeybətini eləmək icazəlidir. Beşinci rivayət və fi səhihəti İbn Əbi Ya'fur əl-varidətu fi bəyanil ədalə bə'də tərifil ədalə. İbn Əbi Ya'furun rivayətidir. Ədaləti bəyan eləməyində gəlib. Özü də ədalətə tərif deyəndən sonra buyurub ki, ənnəd dəlil ələ zalik, dəlil buna nədir? Ən yəkunə satirən li cəmi uyubu. Bir nəfər ki, bütün eyiblərini örtür, gizlədir, hətta yəhrum ələl muslimin təftişu ma vəra əzzalik min əsərati. Yəni bir nəfər ki, yəni o şəxs adildir ki, o eyiblərini örtür, eyiblərini gizlədir və buyurur, haramdır ki,
müsəlmanlar gəlsin, onun başqa əməllərini təftiş eləsinlər. Müsəlmana haramdır ki, gəlsin belə bir şəxsin əməllərini təftiş eləsin, ta görüm ki, bu haram iş görür, ya haram iş görmür. Ona görə də ədalət bir dənə mələkəyi nəfsanidir. Yəni, insan vacibləri eləyir, haramları tərk edir. Bəli, daha ədaləti görmək olmaz. Ədalət elə bir şey deyil ki, insan onu görsün. Bəs ona görə də bir nəfər ki, eybləri zahirdə yoxdur, haramları zahirdə yoxdur və eyblərini də örtəndir, bu şəxs adildir. Amma qaldı ki, gələsən təftiş eləyəsən, axtarış eləyəsən, görün bu adam neyniyib, neynəməyibdir, bu haramdır və bu icazəli deyil. Mənası budur ki, bu rivayətində, əgər bir nəfər eyblərin örtmürsə, eybləri aşikardırsa, haramları aşikardırsa, onda daha ona haram da deyil onun eyblərini açmaq. Dəllə, bu rivayət dəlalət edir, əla tərəttübü hurməti təftiş, dəlalət edir ki, təftiş haramdır, əla kovnur rəcul satirən, o surətdə ki, bir kişi də ki, öz günahların örtə, öz günahların satir ola, onda təftiş haramdır. Fətəntəfi ində intifai, amma bir kişi ki, satir olmaya, öz günahlarını gizlətməyə, eyblərini gizlətməyə, onda bunun günahların eyblərini təftiş eləmək də haram olmaz. Deməli, təftişin haramlığı bağlıdır. Ər-rəculu satirən, gərək bu kişi günahların eyblərini örtən olsun. Və şərti budur. Əgər eyblərini örtən deyilsə, onda təftiş də haram deyil. Bəs bu rivayət də dəlalət elədi ki, bir nəfər ki, eyblərini örtmür, günahlarını örtmür, aşikar günah eləyir, bunun qeybətini eləmək, bunun günahlarını təftiş eləməyin eybi yoxdur. Elhamdülillahi Rabbil aləmin.